Salam əziz izləyicilər. Mərhum Zəlimxan Yaqub illər öncə Almaniyada börək əməliyyatı olunmaq üçün getmişdir. Əməliyyatdan öncəki yazdığı şeiri sizlərə təqdim edirəm. Buyurun, qulaq asın. Mən öz dastanımı yazıb gəlmişəm. Ey qərib məmləkət, ey qürbət diyar, demə yollarımı azıb gəlmişəm. Alnıma nə yazıb Allahım bilər, mən öz dastanımı yazıb gəlmişəm. Köküm, çiçəklərim, tağım oradadır. Mən burada xəstəyəm, sağım oradadır. Aranlı yaylaqlı dağım oradadır, damlayam qayadan sızıb gəlmişəm. Özün bil, özgəyə bildirmə məni. Ağlada ağlada güldürmə məni. Sən Allah qürbətdə öldürmə məni, vətəndə qəbrimi qazıb gəlmişəm.